Qıratın sonuncu ipucusu. Geldi gönlümüzün sultanı. Salam dostlar. Nə gözəl ki, bu şounun finalında görüşürük. Qırat bu axşam sizin üçün son dəfə kişniyəcək. Bu layihədə finala qədər ifa etdiyim mahnıları ilk dəfə idi ki, bu şou üçün oxuyurdum. Amma onlar mənə artıq doğmadır. Mən elə bir məşhur atam ki, nallarımın səsi Eyfel qülləsinin ətəklərində, eşq və sənət şəhəri olan Parisdə əks səda verib. Bu sizə verəcəyim son ipucu deyil. Mənə diqqətlə qulaq asın. Qıratın maska şousunda yolun sonunu görməsini bir dastana bənzətmək olar. Çünki yolum çox uzun olur. Sizin Qıratınız düz Cəllabaddan bura qədər xeyli yol qət edir. Küləkdən sürətli, poladdan möhkəm olduğum üçün çıxışıma tam hazıram. Bu dəfə birincilik əlimdən çıxmayacaq.